düşmüş bir əsasən B kateqoriyasında olub, amma hər hansı bir kateqoriyada qarşınıza çıxa bilər. Gəlin baxaq görək biz bu sualları necə həll etməliyik. Yazıb ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir, ya da iki pillə qalxa bilər. Verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu taparaq uyğunluğu müəyyənləşdirin. Yəni, bizim 5-ci pilləkənə çıxmağımızın neçə mümkün variantı var? Üçüncüyə çıxmağımızın, bir də dördüncüyə çıxmağımızın. Neçə mümkün variantı varsa, biz onu hesablamalıyıq. Gəlin bir, iki dənə, üç dənə buna aid sizə nümunələr göstərəcəm. Baxın, təsəvvür edin ki, biz belə deyək. Bax, mənim birinci pilləkənə çıxmağımın yalnız bir yol var. Bir addım atıram və o pilləyə çıxıram. Bunun yalnız bir üsulu var. Mənim ikinci pilləkənə çıxmağımın isə iki yol var. Ya mən burada bir, yəni iki dəfə bir addım ataraq gəlib bura çıxa bilərəm və ya birbaşa iki addım atıb da buraya çıxa bilərəm. Deməli, mənim bura çıxmağımın iki mümkün variantı var. Da burada bundan sonrasını da hesablamağa ehtiyac yoxdur. Yəni, bu sual üçün yoxdur. Çünki üçüncü pilləkənə bizim çıxmağımızın neçə üsulu var? Bunu bilmək istəyirsənsə, sən ya bir addım ata bilərsən, ya da iki addım ata bilərsən. Düzdürmü? Onda sən burada olanda bir addım ataraq bura gələ bilərsən? Bəli. Yəni ikinci pilləkəndə olanda bir addım atıb bura gələ bilərsən. Birinci pilləkəndə olanda isə iki addım ataraq bura gələ bilərsən. Yəni sənin bura gəlməyinin iki yolu var. Ya ikinci pilləkəndə bir addım at, bura gəl, ya da birinci pilləkəndə iki addım at, bura gəl. Onda sən bunun qabağındakı rəqəmləri toplayırsan, neçə edir? Edir 3. Deməli, sənin üçüncü pilləyə çıxmağın 3 mümkün variantı var. Dördüncü pilləkənə çıxmağımızın neçə variantı var? Burada artıq mən buradan bir addım ataraq da bura gələ bilərəm. Buradan bir addım atıb bura gələ bilərəm. Buradan isə iki addım ataraq bura gələ bilərəm. O zaman bunun qabağındakı rəqəmləri toplayanda, ehtimalları toplayanda nə qədər edir? 5. Deməli, mənim dördüncü pilləyə çıxmağımın 5 mümkün variantı var. Beşinci pilləyə çıxmağımızın neçə mümkün variantı var? Bunu tapmaq üçün nə edirəm? Mən bu dördüncü pillədən ora bir addım atıb çıxa bilərəm. Üçüncü pillədən də gəlib iki addım ataraq bura çıxa bilərəm. Onda bunların qabağındakı 3 və 5-i toplayıram. Neçə edir? Edir 8. Mənim bu pilləyə çıxmağımın 8 mümkün variantı var. Cavabı tapdım, amma 2 dənə də göstərəcəm. Məsələn, 6-cı pilləyə çıxmağımızın neçə variantı var? Siz mənə deyə bilərsiniz uşaqlar, 6-cı pilləyə çıxmağımızın neçə mümkün variantı var? 13 mənliyim. 13. Buradan bir addımdan gələ bilərsən, buradan iki addımla gələ bilərsən. O zaman bunun qabağındakı rəqəmləri toplayırsan, edir neçə? Məsələn, 13. Və ya 7-ci pilləyə neçə variantla deyirsə, yenə də buraydan gələ bilərsən, bir də buradan gələ bilərsən. Toplayanda edir 21. İndi həmişə belə olmayacaq da. İndi birazdan bizdə sınıq pilləkəni olacaq. Sınıq pilləkəni olanda qayda dəyişir. Hələ ki bu qədər yazdıq. Deməli, birinci mənədir 5-ci pilləyə. 5-ci pilləyə çatmağımızın 8 mümkün variantı var. 1 olacaq Y. Üçüncü pilləyə çıxmamızın 3 mümkün variantı var. 2C. Dördüncü pilləyə çıxmamızda 5 mümkün variantı var. 3B. Uyğunlaşdırdınız və cavabımız götürürsünüz. Gələk burada bu sual. Bir dənə də beləsinə baxırıq. Sonra isə keçirik burada sınıq pilləkən. Burada iş o zaman çətinləşir ki, ortada bir sınıq pilləkən olsun. Bu səfər də döşəmədən pilləkənlə qalxan adam ya bir dəfəyə bir addım ata bilər, ya da üç addım ata bilər. Verilmiş pillələrə çatmağın neçə mümkün variantda olduğunu tap və onun cüt yoxsa tək olduğuna görə onları uyğunlaşdır. Deməli, birinci pilləyə çatmağımızın bizim bir mümkün variantımız var. Bir addım atıram, çatıram. İkinci pilləyə çatmağımızın da bir mümkün variantı var. Bir. Yəni iki dəfə bir addım atıb bura çıxıram. Amma üçüncü pilləyə çıxmağımızın artıq iki variantı var. Ya bir. Üç dəfə bir atıb bura çıxa bilərsən, ya da bir dəfəyə üç addım atıb da bura çıxa bilərsən.
Onda bura çıxmağın iki mümkün variantı var. Bəs dördüncü pilləyə çıxmağımızın neçə variantı var? İndi artıq keçdi də avtomatik hesablamağa. Dördüncü pilləyə biz birinci pillədən 3 addım ataraq da gələ bilərik. Və ya bu son pillədən də bir addım ataraq da gələ bilərik. Onda bu 1 ilə 2-ni, bunların qabağındakı rəqəmləri toplayırsan, 1 ilə 2-ni toplayanda edir 3. Bura çatmağımızın 3 variantı var. Beşinci pilləyə mən buradan bir addım atıb da gələ bilərəm. Ya da buradan 3 addım ataraq da gələ bilərəm. Onda 1 ilə 3 toplayanda bura çatmağımızın 4 mümkün variantı var. Altıncı pilləyə buradan bir addım atıb da gələ bilərəm. Və ya buradan 3 addım ataraq da gələ bilərəm. 2 ilə 4-ü toplayanda bura çatmağımızın 6 mümkün variantı var. Və son olaraq bunu da sizdən soruşuram. 7-ci pilləyə çatmağımızın neçə mümkün variantı var? 9. 9. 9. Buradan bir addım ataraq gələrsən, amma buradan isə 3 addım ataraq çıxa bilərsən. Bunları toplayanda burada çatmağımızın 9 mümkün variantı var. İndi məsəl üçün 3-cü pilləkənə çatmağımızın 2 ehtimalı oldu axı. Bu cütə gedəcək. Bu gəldi cütə. Məsələn, dördüncü pillə. Dördüncü pilləyə çatmağımızın 3 mümkün variantı oldu. Bu təkdir. Bu Keçən. gedəcək, məsəl üçün, təkə. Belə uyğunlaşdıracaqsın. Sadəcə bir sual versin olar. O Bir. birdən niyə başlamadıq ki, elədik ki, gəldi 6 9 oldu. Məsələn, Nəydən dördüncü başlamadıq? birdən niyə başlamadıq? Hani, məsələn, 5-ci pilləkən sayaq. 5-də 4-dən öncə hesablamadı. Biraz bəkdir, mən sənin səsini tam eşidim də. Mən belə deyim də, birinci pillədən niyə başlayıb saymadıq ki? Məsələn, 7-ci pilləkəni saydıq, 9 tapdıq. 6 ilə 3-ü topladıq, 9 elədik. Hı hı. 6-nı bildik. Yəni onu birdən niyə saymadıq? 3-dən Burada saydıq. şərtdə deyir də, şərtdə deyir ki, 1 və yaxud da 3 pillə qalxır. Onsuz da sən onun üçüncü pilləkənə, yəni bilsən də, məsələn, dördüncü pilləkənə qədər olan ehtimallarının sayını tapmısansa, bu adam buradan 3 addım ataraq bura çıxa bilər də. Məsələn, bu 5-ci pillədən axı 3 addım ataraq bura çıxa bilməz, 7-ci pilləyə çıxa bilməz. Nə bilim, 1-ci pillədən 3 addım ataraq 7-ci pilləyə çıxa bilməz axı. Ona görə də o hardan ora 3 addım ataraq keçə bilər? 7-ci pilləyə hardan 3 addım ataraq çata bilərsə, sən onun qabağındakı ehtimalları toplayırsan. Yəni bunun 4-ə qədər, bura qədər gəlməsinin 3 ehtimalı varsa, buradan da bir dənə 3 addım ataraq bura keçə bilər. Düzdür? Bir buradan keçid edə bilər. Bir də Aydındır. o bir addım ata bilir axı. Ona görə məsələn 6-cı pillədə olanda bir addım atıb da bura çıxa bilərdi. Yalnız bu ikisini toplayırsan. Aydın. Onsuz da o Çox digərlərinin ehtimalları ora qədər yazmısan da, yəni o birinci pillədən hesablamısan, yazmısan. Sən sadəcə bunun ardın getməlisən. Gələk bir dənə də burada sınıq olanından da bax. Bu pilləkənin bir dənə sınıq pilləkən sualı olsun. İndi taparam mı burada? Burada hardasa bir dənə ayırmışdım, burası fikrimdən çıxdı. Bizim keçən dəfə baxdığımız sınaqların hansında var idi o sınıq pilləkən? Yadınızda qalıb? Bir dənəsində sınıq pilləkənə aid bir sual var idi. Əgər yadınızda qalıbsa deyin, elə birbaşa onu bir dəfə də baxaq. Qoy aydın olsun bizim. Mesela birazdan taparam. Ona ait isə bir dənə də nümunə göstərərəm. Dimin kitabında çünki olmalıdır. Orada dəqiq sınıq pilləkən sualı var. Bir dənə də belə gözlü baxım. Olmasa keçək ikinci sual tipimizə. Səhv bölməsində yazdılar ki, sınaq 10 olmalıdır. Bir dənə sınaq 10-a zəhmətimizi baxın. Baxaq. Hə, bu da. Gözləyirsən. Yazıb ki, döşəmədən pilləkənlə çıxanda pilləkənlə qalxan adam hər addımda ya 2 ya da 3 addım qalxa bilər. 6-cı pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir. Çatma variantlarının sayı 2 rəqəmli ədəd olan ən alçaq pilləni tap. 2 rəqəmli ədəd oldu ki, yəni ondan böyük olan ən alçaq pilləni tapmalısan. Deməli, mənim birinci pilləkənə çıxmağımın heç bir ehtimalı yoxdur. 0.
Çünki mən ya 2 addım ata bilərəm, ya da 3 addım ata bilərəm. Birinci pilləyə çıxa bilmirəm. Amma mənim ikinci pilləyə çıxmağımın bir yolu var. Bir dəfə 2 addım ataram və bura çıxaram. Üçüncü pilləyə çıxmağımızın yenə bir yolu var. Çünki bir dəfə yalnız 3 addım atıb ora çata bilərsən. Dördüncü pilləkənə çıxmağımızın indi artıq bundan sonrasını hesablaya bilərsən. Necə? Dördüncü pilləkənə mən birinci pilləkəndən 3 addım atıb da gələ bilərəm. Buradan 3 addım atıb deyə bilərəm. Bir də ikinci pilləkəndən 2 addım ataraq da gələ bilərəm. Onda onların qabağındakı sıfırdan biri toplayanda elə eləyir 1. Yəni bura sənin çatmağının da bir mümkün variantı var. Beşinci pilləkənə mən ya buradan bir addım atıb gələ bilərəm, 2 addım atıb gələ bilərəm. Ya da buradan 3 addım atıb gələ bilərəm. Mənim üzr istəyirəm. Axı birdən də qalxa bildik, üçdən də qalxa bildik. Birin Niyə bir qabağında var? 0 yazılıb axı, 3-ün qabağında 1 yazılıb. Topla. Yox, belə toplayanda belə alınır, bir alınır. Amma ki belə məntiqi baxımdan iki variantla gələ bildik də Məsələn, ora. necə? Dördüncü pilləyə 2-dən variant de mənə gəlmək üçün. De, eşidirəm. Birinci pilləkəndən 2 addım atdıq, 3 addım atdıq. Aha. Bir də bu birinci variant. İkinci pilləkəndən də 2 addım atdıq. Bu da ikinci variant. Yox, biz də onların qabağındakı rəqəmləri toplayırdıq, düzdür? Toplayanda nə verir? 1. Yox, sən deyirsənsə niyə bunu toplayırıq falan, gəl onda biz birinci pilləkəni boş ver. Mən hal-hazırda 0-cı pilləkəndəyəm. Yəni hələ heç bir pilləkənə qalxmamışam. Çıxaq 4-cü pilləyə. Neçə formada çıxa bilərsən? Mənim Yalnız bir bir yolda. 2 dəfə 2 addım ataraq çata bilərsən. Düzdür? Sən 3 addım ata bilirsən, bir də 2. Sənin 4-cü pilləkənə çıxmağın bir dənə yolu var. 2 addım at, sonra bir dənə də 2 addım at, çat ora. Neçə? aydın. Bir ehtimal var axı. Qaldı ki, bizim bayaqdan dediyimiz məntiqdən, qaydadan heç bir kənara çıxmırıq. Yəni yenə də eyni şey edirik. Məsələn, 4-cü pilləkənə biz bu pilləkəndən 3 addım ataraq çata bilərik. Amma iş orasındadır ki, bizim bu pilləkənə onsuz da çıxma ehtimalımız yoxdur. Yəni, onun qabağında 0 var. Bunu götürürsən. Bir də ikinci pilləkəndən isə 2 addım ataraq bura çıxa bilərik. Amma bura bizim çıxmağımızın bir ehtimalı var. Deməli, burada bunun qabağındakıları toplayanda elə 4-ə də çıxmağın bir ehtimalı olur. Gəldik 5-ci pilləkənə. 5-ci pilləkənə biz buradan da 2 addım ataraq gələrik, buradan da 3 addım ataraq gələrik. Onun qabağındakı 1 ilə 1-i toplayanda bura çatmağımızın 2 ehtimalı var. Hansı 2 ehtimaldır? Real olaraq da sizə deyim. Bir dəfə 2 addım, bir dəfə 3 addım atıb 5-ə çıxa bilərsən. Bir dəfə də əksinə. 3 addım atıb, sonra 2 addım atıb 5-ə çıxa bilərsən. 6-cı pilləyə çıxa bilmirəm. Bura çıxmaq olmaz. Bura çıxma ehtimalı 0-dır elə bil. Çünki bu sınıqdır. Gəlik 7-ci pilləyə. 7-ci pilləyə mən 5-ci pillədən 2 addım ataraq da gələ bilərəm. 4-cü pillədən 3 addım ataraq da gələ bilərəm. Onun qabağındakı rəqəmləri toplayanda 2 ilə 1-in cəmi eləyəcək 3. Bizim bura çatmağımızın 3 mümkün variantı var. 8-ci pilləyə mən 6-dan 2 addım ataraq da gələ bilərəm. Və 5-dən 3 addım ataraq da gələ bilərəm. Qabağındakı rəqəmləri topla. 2 ilə 0-ı toplayanda nə verir bizə? 2. Onda sənin bura çatmağın 2 mümkün variantı var. 9-cu pilləyə mən 6-cı pillədən 3 addım ataraq da gələ bilərəm. 7-ci pillədən 2 addım ataraq da gələ bilərəm. Onun qabağındakı rəqəmləri toplayanda bu da edir 3. Bu da elədi hələ ki 3. 10-cu pilləyə. 10-cu pilləyə mən 8-ci pillədən 2 addım atıb da gələ bilərəm. 7-dən 3 addım ataraq da gələ bilərəm. Qabağındakı rəqəmləri toplayanda bu edir 5. Artıq yavaş-yavaş az qalmışıq. 11-ci pilləyə. 11-ci pilləyə mən 9-cu pillədən 2 addım ataraq da gələ bilərəm. 8-ci pillədən 3 addım ataraq da gələ bilərəm. Bunun qabağındakı rəqəmləri toplayanda bu deyir 5. Müəllim, 12. ay müəllim. Bəli, 8-ci pillədən 2 yazılıb axı. bəli. Bu 9-cu pillədən də 3 yazıb da, düzdür? Aha. Onda yəni bu 5 olmalıdır da. Belə bir addım 2 addım geri hesablayıb toplayırıq da, düzdür? Nə 5 olmalıdır? Şeydə 11 5 olmalıdır da. 5 Onda yazmışam da.
Aha müəllim üzr istəyirəm, mən qarışdırdım. 12-ci pilləyə biz gələ bilərik 10-cu pillədən də 2 addım ataraq çıxa bilərik və 9-cu pillədən də 3 addım ataraq ora çıxa bilərik. Bunun qabağındakıları toplayanda bura olur 8 və son olaraq artıq cavab hazırdır. 13-cü pilləyə biz hardan gələ bilərik? 13-cü pilləyə 10-cu pillədən 3 addım ataraq da çıxa bilərik. 11-ci pillədən də 2 addım ataraq ora çıxa bilərik. Bunun qabağındakı rəqəmləri toplayanda həqiqətən də 2 rəqəmli bir ehtimal alındı. Deməli bizim hansı pilləkənimizdə bu alındı? Ən aşağı pilləkəni tap, cavabımız olacaq 13. Ən azı 13 pillədə burada ehtimalların sayı 2 rəqəmli olur. Bu belə. Bu sınıqla bağlı bir neçə tip suallar da var. Mən onu daha öncəsində paylaşmışdım sizlə. Birdən istəsəniz yenə də olmasa yazarız sataram. Orada daha detallı bir neçə dənəsini izah eləmişəm. Sınıqlara aid olanları. Baxarsınız, yəqin ki, aydın olar. Müəllim, olar bir dənə söz soruşum. Duruşun. Müəllim, elə bir sınıqda bir dənə fərqi o oldu ki, bir dənə qabağına 0 yazacağıq. Vəsə. Nəyin qabağına? Pillənin. Belə başa düşdüm də. Yəni burada yazmışdı ki, 6-cı pillə sınıqdır. Ona görə qabağına 0 yazdıq Onun onun. ehtimalı yoxdur və digər Ha, hesablamaları da gördünüz də necə apardı. vəsə. Yəni eynidir, o birisi ilə eynidir də. Mənim belə bir fərqi olmadı axı. Olmadısa vəsə. Hə. Gəldik burada bəzi suallara. Məsələn, bu sual. Şəkildə ABCD kvadrat F və C müvafiq olaraq çevrələrin mərkəzidir. DS 4 C-yə YB-yə bərabərdirsə, ştrixlənmiş sən sahəsində var. Bu sualda siz birinci növbədə bu kvadratın sahəsini hesablamalısınız. Kvadratın tərəfi 4 verilib də yazıb DS 4. Əgər bunun bir tərəfi 4-dürsə, avtomatik biz bilirik də bu bir tərəfi də 4-dür. Onda 4-ü 4-ə vuranda bu kvadratın sahəsi neçə olur? Olur 16. İndi mən bu kvadratdan 2 dənə ağ hissənin sahəsini çıxanda yerdə qalacaq ştrixlənmiş hissə. Ağ hissənin sahəsini necə hesablaya bilərəm? Məsəl üçün, bu ağ hissə bir çevrənin tam yarısıdır. Diqqətlə baxsanız, əgər bu formada olsaydı, tam çevrə olardı. Amma bu onun hal-hazırda yarısıdır. Onda burada çevrənin sahəsini tapıb yarısını götürəcəksən. Ağın sahəsini tapmaq istəyirsənsə. Bu DS də əgər, D-dən C-yə əgər 4-düsə, onda bunun yarısı neçə olar? Təbii ki, 2. Deməli, belə çıxır ki, bizim bu çevrəmizin radiusu 2-dir. Onda gəlirəm bunun sahəsini hesablayıram. Pi vurulsun radiusun kvadratı. Bu səfər pi-nin yerinə 3 qoymayacağım. Çünki cavabları pi ilə verib, yəni rəqəmlə verməyib. Pi ona görə olduğu kimi qalsın. Burada bunun sahəsi alınır 4 pi. Amma bu çevrənin yarısı olduğuna görə mən bunu nəyə böləcəm? Böləcəm 2-yə. Onda bu çevrə tam olsaydı bu 4 pi idisə, yarısı nə qədərdir? 2 pi. Bu da oldu 2 pi. Əslində məntiqlə görünür ki, bu çevrədə pi-dir. Çünki o da bunun elə bil ki, yarısıdır. Amma istəyirsinizsə, onu da hesablaya bilərik. Bu da elə bil ki, bir çevrənin 4də 1 hissəsidir. 4də 1-dir mənim, bəli. Amma əslində mən olsaydım heç hesablamazdım. Çünki bu 2pi-nin düz yarısıdır. Bəli, bəli, mənim ehtiyac yoxdur. Məntiqlə. Çünki SY. Gəldik, bunun radiusu əgər buradan bura 2-dirsə, İki. eyni düsturla. Pi vurulsun radiusun kvadratı. Sadəcə bu səfər 4də 1 olduğu üçün 4-ə böləcəksin. Bundan bu gedəndə bunun da sahəsi olacaq pi. O zaman ümumi sahədən, yəni 16-dan bu ağ hissələri çıxıram. 3 pi-ni çıxıram. Ümumi sahədən ağ hissələri çıxanda məndə qalacaq ştrixlənmiş hissə. Deməli, ştrixlənmiş hissənin sahəsi hansı variantdır? D variantıdır. Gəldik burada belə bir suala baxaq. Fikir versəniz burada iki cür fiqur verib və bunu bilərəkdən verib ki, sizə kömək eləsin də. Qarşı-qarşıya o çarpaz formada fiqurlar eynidir. Yəni sənə demək istəyir ki, sən bunlara çarpaz bax. Sən bunlara çarpaz formada bax. Çarpaz formada baxanda diqqətli baxsanız, məsələn ən birinci şəkildə biri 26-dır və 26-nı 2-yə vuranda nə alınır? 52. Burada 5 ilə 2 yazıb bu 52-dir.
19'u 2'ye vuranda nə alınır? 38. 43'ü 2'ye vuranda 86'dır. Bəs burada 74 almaq üçün biz nəyi 2'ye vurmalıyıq? 37'ni. Əgər burada bir dənə 7 olsa, belə çıxır ki, 37 ədədini 2'ye vuranda 74 alınır. O zaman cavabımız nə olacaq? Olacaq 7. Bu tərs operatorların həllinin bir qısa qaydası var idi. Bunu sizə demişdim. Bir də xatırladaq bu tərs operatorları. Demişdik ki, burada birinci növbədə A4'dür, B7'dir. Və biz birinci operatorlu ifadəni x ilə vəzləyirik. İkinci operator olan ifadəni y ilə vəzləyirik. Və bir tənlik alınır. Alınır x bərabərdir 2 vurulsun y minus b'miz də neçə idi bizim? 7. Minus 7. Amma ikinci növbədə isə artıq qiymətlər dəyişirdi. Qiymətlər dəyişəndə bu səfər a olacaq 7, b olacaq 4. Belə olanda isə siz bu operatorlu ifadəni bu səfər tərsinə edirsiniz. Bu səfər bunu y ilə ifadə edirsiniz, bunu x ilə ifadə edirsiniz. Çünki qiymətlər artıq dəyişdi. Onda tənlik alınacaq y bərabərdir 2x çıxılsın. İndi b-nin yerinə nə qoyacam gənclər? 4. 4 müəllim. 4. Bundan sonra isə bunu tənliklər sistemi ilə həll edirik. Y-in qiymətini gətirib ən yuxarıda yerinə qoyub və x-i tapırıq. Bizə burada həmişə x lazımdır. X bərabərdir 2 vurulsun. Y-in yerinə bu aşağıdakı ifadəni qoyanda minus 7. X bərabərdir 4x çıxılsın 8 minus 7. Mənfi 3x bərabərdir mənfi 15-ə və x bərabərdir müsbət 5-ə. Bunu həll edəcəyik. Bunları necə həll edəcəyimiz yadınızdaydı. Burada deyir ki, kvadratlardan hansı düzgün qurulmayıb? Kiminsə yadındadırsa bildirə bilər. Müəllim birləşdirmirdi. Üst-üstə qoyurduq da deyəsən. Aha. Bizə deyir hansı düzgün deyil? Məsəl üçün A variantında yazıb 2-si. Sən gəlib nəyə baxırsan? Bu ikinci fiqurundan bu C fiqurunun 2 ilə C-yi üst-üstə qoyanda həqiqətən də bu 2C alınırmı yoxsa yox? İkinci şəkillə C şəklini birləşdirəndə bu alınırmı yoxsa yox? Alınır müəllim. Alınır. Deməli burada bir xəta yoxdur. Sonra baxsan 2B-yə. İkinci ilə B-ni üst-üstə qoyanda 2B alınırmı? Məncə o da alınır. Alınır müəllim, alınır. Görmürəm. Keçdim 2A-ya. İkinci ilə A-nı üst-üstə qoyanda 2A alınırmı? Alınır müəllim. Alınırsa o zaman burada da bir problem yoxdur. Son olaraq qaldı 1B və 1A. Burada cavabımız 1A-dır. 1A alınmır. Məsələn, birinci şəkillə A-nı üst-üstə qoyanda 1A vermir. Burada xəta kim deyər? Hansı fiqur bizə burada səhvdir, verilib? Birin sağındakı dairə müəllim. Birin yanındakı bu bəli, bu dairə. Və birin yanındakı bu ağ dairə burada belə böyük ölçüdə verilməli idi. Həmən o ağ dairə burada verilmədiyi üçün bu yanlışdır. Bu suallarda bir dənə xırda bir şey həmişə vermirlər. Nöqtəni ya xətti. Ona görə çox diqqətli baxmaq lazımdır. Yəni 1 ilə A-nı üst-üstə qoyanda 1 A-nı vermir. Burada bir dairə əksik. Gəldik növbəti bu suallara. Yenə tələbələrin çətinlik çəkdiyi bir sual modelidir bu. Burada biz fiqurların hansı bucaqlara birləşdiyinə baxırıq. Burada əsasən bucaqlardan istifadə olunur. Yəni içərisindəki rəqəmlər hələ bir kənara qoyaq. Biz burada bucaqlara baxmalıyıq. Məsələn, bu 16 rəqəmi hansı bucaqlara birləşir? Hansı rəqəmlərə yox ha, elə demirəm. Rəqəmlərdən almağa çalışsan işin çətindir. Ala bilməyəcəksən. 3-5 mən. Sən bucağa 3-5. baxmalısın. Bu birləşir bir dənə 5 bucağa, bir dənə də birləşir 3 bucağa. Özünə sual verir ki, 3 ilə 5-dən necə bu 16-dan ala bilərəm? 3 ilə 5-i toplayanda eləyir 8. 3 üstə 5, 8. 8-i vurub xətlərin sayına. Axı burada 2 dənə xət çıxıb buradan. Vurub çıxan xətlərin sayına. Məsələn, bunun doğruluğunu gəl o birisində sübut edək. Məsələn, bu 22 hansı bucaqlara birləşir? Birləşir bir dənə
6-ya. Bir dənə Bir də dənə 5-ə. Bir birləşir dənə 5-ə. 5-ə. 6 üstə 5 bizə verir 11. Burada 2 xətt var axı. Vurub 2-yə. Bəzən tələbə deyir ki, mən bəlkə həmişə sadəcə 2-yə vurur, heç xəttləri yox. O zaman 36-dan yoxlayaq. Görək 2-yə vururmu yoxsa xəttlərin sayına mı vurur? 36 birləşir bir dənə 3 bucağa, bir dənə 4 bucağa, bir dənə 5 bucağa. 5, 4, 3. Bunların cəmi 12 eləmir. 12-ni nəyə vuranda 36 eləyər? 3-ə. 3-ə. Və 3 nəyin sayıdır? Onun birləşdiyi xəttlərin sayıdır. O zaman gəldi indi sual işarəsinə. Sual işarəsi birləşir bir dənə burada 8 bucağa, bir dənə birləşir 4 bucağa, bir dənə də birləşir 8 bucağa. 8, 4 və 8. Mən bunu neçədən xətt var burada? 1, 2, 3. Vuracam bunu nəyə? 3-ə. Bunların cəmi 20 elədiyi üçün 3-ə vuranda cavabımız Y variantıdır. Məsələn, bu sualda Eredim'in yeni bir kitabından götürülmüş sualdır. Yuxarıdakılarda ayrı bir qayda var, soldakı rəqəmlərdə ayrı bir qayda var. Burada yuxarıdakıların hər biri 2-yə vurulur. Amma soldakıların kvadratlarını götürürlər. Məsələn, bunu 2-yə vuranda 10, amma bunun kvadratı 4. Cəmi 14. Məsələn, 5-i 2-yə vuranda eləyir 10. Məsələn, bunun kvadratı 16. Toplayanda eləyir 26. Deməli, yuxarıdakıları 2-yə vurur, amma soldakıların kvadratını yazır. Və burada da, məsələn, bunu 2-yə vuranda 6, bunun kvadratı 16, cəmi. O zaman biz də burada yuxarıdakı ədədi bunu 2-yə vuranda bu eləyəcək 2, amma bunun kvadratı bu eləyəcək 9. Cavabımız olacaq 11. Çənin ağırlığı su ilə dolanda onun ümumi tutumu 1400 kiloqramdır. Amma 1/4 su ilə dolu olanda isə 5 kiloqramdır. Boş çənin ağırlığını tapın. Bunu əslində riyaziyyatımız bir normaldırsa, biz bunu daha da rahat tapa bilərik. Yəni tənliksiz falan. Necə tapa bilərik? Bax, tam dolu olanda 1400-dürsə, 1/4 dolu olanda 500-dürsə, burada deməli bunun 3 hissəsi, yəni 1/4-nin dolu olması nə deməkdir? 3-ünün boşalması. Boş olmaz. Boş olmalı. Bunun 3-ü bunların fərqi nə qədərdir? 900. 900 kiloqramdır. Bu çənin 3 hissəsi 900 kiloqrama bərabərdir. Bir də təkrar edirəm. Birincidir, çən tam dolu olanda 1400-dür. Amma 1/4 dolu olanda mən onu düşünməliyəm ki, əgər bu çənin 1/4 doludursa, deməli 3-ü boşlardıq. Elə bil ki, çənin 3-ü boşalanda onun həcmi 900 kiloqram azalır. Mən də tənasübümü belə qururam. Bu çənin 3-ü 900 kiloqramdırsa, onun 4-ü, yəni tam hissəsi neçə kiloqramdır? Çarpaz formada hesablayıram. X bərabər olacaq burada 1200 kiloqram. Bizə nə deyir? Deyir, çənin ağırlığını tapın. Suyun tam ağırlığı əgər 1400-dürsə, gəlirəm bunu ümumi bu tutumdan çıxanda 1400-dən bunu çıxanda qalır ki, su. Yəni, çənin ağırlığı 200 kiloqrama bərabərdir. Gəlin indi bir dənə Müəllim, tənliyi ilə də sizə göstərim. Tənliyini necə qura bilərik? Məsəl üçün, burada mövzumdan belə götürürəm. Çənin ağırlığı, bir də bunun içərisində suyun ağırlığı. Çənin ağırlığını A qoyuram, suyun ağırlığını B qoyuram. Tam dolu olanda ikisi bir yerdə 1400-dür. Tam dolu olanda. 1/4 dolu olanda isə çənin ağırlığı yenə eynidir də, amma bu səfər suyun 1/4 doludur. Çən və suyun 1/4 olanda isə deyir bu 500-dür. Və bu da bunun tənliyidir. Çən eyni qalır, amma su artıq 1/4 olanda olur 500. Bunları bir dənə tərəf-tərəfə çıxırsan, tərəf-tərəfə çıxanda A-lar gedir. B-dən 1/4 B-ni çıxanda qalır eyni şeydə. 4/3 B bərabərdir 900-ə. B də buradan olacaq 1200.
B 1200-dürsə, deməli sən tapdın suyun ümumi ağırlığını. Gəlirsən bunu 1400-dən çıxanda sənin ümumi ağırlığını tapırsan 200. Hər iki versiyada sizə göstərdik. Hansı uyğun olsa ondan əldə edə bilərsiniz. Bu sualda bax tələbələr, mən bunu çox vaxt tələbələrə qoyanda imtahanlarda falan tələbələr bunu yazmırlar. Çünki sualın elə görünüşündən qorxurlar ki, bu çətin bir şeydir falan. Bu sualda uşaqlar həqiqətən də çox çətin bir şey yoxdur. ABC-ni YK ədədinə vurur və deyir ki, aşağıdakılardan hansı, yəni deyir aşağıdakılardan istifadə elə və sual işarəsinin yerində olanı tap. Mən birinci növbədə bilirəm ki, ABC-ni birinci növbədə K-ya vurmaq lazımdır. ABC-ni K-ya vuranda burada belə bir 4 rəqəmli ədəd alınır. Y bir də Burada də bizim ipucumuz yoxdur. Bizim ipucumuz ikinci hissədədir. ABC-ni Y-yə vuranda yenə ABC alınmasıdır. Biz bilirik ki, ədədi 1-ə vuranda yenə də özü alına bilər. Deməli, Y bərabərdir 1-dir. İkinci məsələ. Mənə yazıb ki, burada K A-dan 4 dəfə böyükdür. Bunun iki ehtimalı var. Ya bunlar 1 ilə 4-dür, o artıq ola bilməz. Çünki 1 Y-nin qiymətidir. Əslində 1 ilə 4 də ola bilərdi, amma artıq olmaz. Başqa hansı rəqəmlər bir-birindən 4 dəfə böyükdür? Rəqəmlərdən söhbət gedir. 8. 2 və 8. Bəli. Deməli, K A-dan 4 dəfə böyüksə, belə çıxır ki, A 2-dir, K isə ondan 4 dəfə böyükdür. Bu 8-dir. Bunlar dəqiq tapıldı. Və deyir ki, A B-dən 2 dəfə kiçikdir. A B-dən 2 dəfə kiçikdirsə, onda B-miz nə olacaq? 4. Və son olaraq isə deyir ki, C isə K ilə A-nın bir fərqinə bərabərdir. K-dan A-nı çıxanda nə qalır? 6. C də 6-dır. Bunu tapdınız. Gəlirsiniz burada ABC-nin yerinə qoyursunuz, YK-nın yerinə qoyursunuz və hesablayırsınız. Sizdən bu sual işarəsi yerində mən daha bütün hərfləri sizə verdim. Bir dənə qalacaq sizə bunu vurmaq. ABC 246 ədədiymiş. YK da 18 ədədiymiş. Vurur, cavabı tapacaqsınız. Bu fiqurlar və rəqəmlər və bucaqlar arasında bir əlaqə qurmaq lazımdır. Məsəl üçün 2 rəqəmi var və bu 5 bucaqlığın içərisindədir. Siz bundan necə 37 ala bilərsiniz? Mənim 2 üstü 5, 32 bir dənə üstünə 5. Ay sağ ol. 2-nin üzərinə qoyursan bu bucağı, yəni olur 2 üstü 5. Bu sənə 32 verir. Sonra bir dənə də üzərinə bucaq gəlirsin. Bir dənə də 5 gəlirsin. Məsələn, burada 5-in üzərində 0 bizə verir bu 1. Sonra üzərinə bir dənə də 0 gələndə yenə 1 edir. Burada 4-ün üzərində 3, üstünə bir dənə də 3. Və cavabımız da budur ki, 3-ün üzərində 4 və üstünə bir dənə də 4. Deyir, Əhməd aldığı balın kilosunu 20 manata satarsa 150 manat gəlir əldə edər, 15 manata satarsa 50 manat ziyana düşər. Bal neçə kiloqramdır? Balın qiymətini deyək ki, götürdük X. Deyir ki, bizdən 20 manata satarsa, yəni 20 manat bu balı satıram. 7 kilo yarımdır. Satıram. Belə olanda deyir, 150 manat gəlir əldə edər. 7 kilo yarım. Necə? Nə 150'nin Sən balın 20'ye qiyməti. Bizdən burada balın qiymətini soruşur. bildim. Burada bir dənə belə bir şey deyək. Deyək ki, balı 20 manata satırsa, 20 manatı, məsəl üçün, x kilo baldır. Vuranda onda müəyyən qədər bir pul olur, düzdürmü? Deyir, bu 150 manat gəlir əldə edir. Bu səfər bundan elə bil ki, 150 manatı çıxıram. Bərabərdir. Bu isə deyir ki, balı 15 manata satanda 15 manata satanda 50 manat ziyan düşür. Üstünə 50 gəlirəm. Burada tərsini edirəm.
Bir dənə bu həlli də axırda tərsinə niyə olduğunu deyəcəm sizə. Çıxanda qalır bizdə 5x bərabərdir 200-ə, x bərabərdir 40-a. X bərabərdir 40-a. Niyə mən bəs burada, məsəl üçün, gəlir deyəndə bəs niyə toplamadıq? Normalda biz gəliri üstünə gəlirik axı, ziyanı çıxırıq da. Biz burada belə bir tənliyi bu mahiyyətlə qurduq ki, deyək ki, məsəl üçün, balın qiyməti x. Və mən bunu 20 manata satıram. 20-ni x-ə vuranda ümumi nə qədər məbləğ eləyirsə, o məbləğin sən elə bil ki, 150 manatın qazanırsan axı. 150 manata çıxanda qalır onun maya dəyəri. Bu qazandığım 150 manat o məbləğdən çıxanda qaldı maya dəyəri. Sol tərəfdə oldu maya dəyəri. Sağ tərəfdə isə o balı 15 manatdan satanda mən 50 manat ziyana düşürəm. Bu səfər isə üstünə 50 manat gəldim ki, yenə maya dəyərinə gəlib satsın. Deməli, bu adama 50 manat verilsə, o ziyana düşməz. Və bu yenə də maya dəyəri sayılır. Ona görə də bu sualda prosesi tərsini elədik və biz tapdıq ki, bal 40 kiloymuş. Bu qiymət qoyma ödəyir. Qiymət qoymağını yoxlaya bilərik. Məsəl üçün 40 kilonu bir dənə yoxlayaq. Deyək ki, 20 manatdan satırsansa, 40-ı 20-yə vuranda nə qədər edir? 800. 800. Əgər sən bundan 150 manat qazanırsansa, deməli burada maya dəyəri nə qədərdir, qazancı nə qədərdir? Onu hesabla. 650 maya dəyərli bunun. Aha, maya dəyəri olur 650, qazancın olur 150. Gəldik bura. İndi bu 40 kilo balı sən bu səfər 15 manatdan sat. 40-ı 15-ə vuranda nə qədər edir? Bölür 600. 600. Görsən, sənin maya dəyərindən hələ maya dəyərinin 650 idi axı. Sən nə qədər ziyanda oldun? Güzel. 50-50 başa düşdüm. Yəni normal maya dəyərindən 50 manat ucuza gəlib çıxdı sənin üçün. Aydın mam, çox sağ ol, minnətdaram. Gəldik növbəti bir sual. Bu 49-u birinci sizə verirəm, amma yerdən deməmək şərti ilə bir düşünün. Kim cavabı yaza bilərsə yazsın. Baxaq görək düzdürmü, səhvdürmü. Amma yerdən demirik. Otuz beş, 36 diyor. 36. Yok sondan 7. ise 35 olur da benim. Baxın, Murad hal-hazırda 28-cidir. Və bunun nəticəsi sondan 7-cidir. Sayaq. Sondan 1, sondan 2, sondan 3, sondan 4, sondan 5, sondan 6, 7-ci də budur. Bu Özü də var da mən. bu deməkdir ki, bu adamdan sonra 6 nəfər var. 6 nəfər olduğu üçün ümumi yarışçılarımızın sayı 34 olacaq, 35 yox. Sondan birinci adam, ikinci adam, üçüncü adam, dördüncü adam, beşinci adam, altıncı adam, yeddinci də Muraddır. Bu o deməkdir ki, bundan əvvəl, yəni sonda 6 nəfər adam qalır. 28-dən bura qədər var, 6 dənə də sonda varsa cəmi 34 nəfərdir. Bəli, toplayıb bir çıxmaq da düz metoddur. Yəni xanım yazıb ki, bunları toplayaq bir çıxaq, düzdür, üsul. Bu ədəd rəqəmlərinin hasili 8-ə bərabər olan ədədlərin ən böyüdür. Onun sonuncu rəqəmini müəyyən edin. Demir ki, neçə rəqəmli ədəddir? 1 rəqəmlidir, 2 rəqəmlidir, 3 rəqəmlidir, 1000 rəqəmlidir, onu demir. Amma deyir, rəqəmlərin hasili 8-ə bərabər olan ədədlərin ən böyüdür. Onun sonuncu rəqəmini müəyyən edin. Sizcə?
Bir olar değil. Bir Bir olarsa olar. Bəli, 1 olacaq. Çünki ən böyük dediyi üçün mən bu ədədə elə 8 ilə başladıram. Axırına da nə qədər lazımdırsa Bir koyuyorum. qoyuram ki, bu hasil dəyişməsin və bu ədəd bunun sonuncu ədədi nə olacaq? 1 olacaq. Bu düz cavabdır. Burada yuxarıdan aşağıya baxanda ədəd 6-ya vurulurdu. 8-i 6-ya vuranda 48. 48-i 6-ya vuranda 288. 288-i 6-ya vuranda neçə edir? 1728. Normalda biz belə suallarda, piramidalarda həmişə belə öyrənmişik də, iki rəqəmdən arasındakını al. İki rəqəmdən arasındakını al. Amma bu məsəl üçün bax fərqlidir və Dimin kitabındandır. Yuxarıdan aşağıya ədəd 6-ya vurula-vurula yazılır. Arasındakı qırıq xəttlər də çaşdırır adamı. Bəli. Yazıb ki, 3 qardaş riyaziyyatdan yoxlama yazı yazdılar və valideynləri yoxlamaların nəticələrini soruşanda onlar aşağıdakı cavabları verdilər. Mən 5-ə layiq yazmamışam. Mən bu dəfə 5-ə layiq yazmışam. Mən 3-ə layiq yazmamışam. Yoxlama işinin nəticələri bəlli olandan sonra məlum oldu ki, bu üç cümlədən yalnız biri doğruymuş. Kimin neçə aldığını tapaq. Baxın, bu üç cümlədən Mahmud, Zaur və Hidayət. Kimin doğru yoxsa kimin yalan danışdığını bilmirik. Ona görə biz bunları bir-bir yoxlamağımız lazımdır. Yəni, birinci nəyi yoxlayıram? Deyək ki, Mahmud doğru danışır, düz danışır. Amma bu birisilər ikisi də səhv olsun. Görək, belə bir variant varmı? Mahmud deyir ki, mən 5-ə layiq yazmamışam. Və bu düz danışırsa, deməli Mahmudu 5-dən götürdük. Bunlar getdi. Zaur yanlış danışır axı, səhv danışır axı. Zaur nə deyir? Deyir, bu dəfə mən 5-ə layiq yazmışam. Və o yalandır. Deməli, Zaur da 5-ə layiq yazmayıb. Zauru da 5-dən çıxanda qaldı bu ikisi. Son olaraqsa Hidayət deyir ki, mən 3-ə layiq yazmamışam. Və bu yalan danışır. Yalan danışırsa, deməli elə Hidayət 3-ə layiq yazıb. Hidayətdə 3 olmalıdırsa, bu variantda da yoxdur, bunda da yoxdur. Bunları da çıxırsam, heç bir variant qalmadı. Bu düzgün deyilmiş. İndi məsələn, mən bu səfər ortadakını götürəcəm. Düz, digərlərini götürəcəm səhv. Və bunları bir-bir yoxlayacam. Amma bilmirəm, yadınızdadır yoxsa yox, mən bundan sizə bir də izah eləmişdim və demişdim ki, belə suallarda çox vaxtı sonuncu cümlə doğru olur. Bəli, bəli. Tələbə yoxlamaqda vaxt itirsin deyə. Böyük ehtimal mən burada keçirəm avtomatik sona. Sonuncu cümləni doğru götürürəm. Birinci və ikincini səhv götürürəm. Demirəm, ha 100% belədir. Sadəcə çox vaxtı belədir. Hidayət deyir ki, mən 3-ə layiq yazmamışam və bu düz danışırsa, deməli Hidayət 3 almayıb. Hidayət 3 almayıbsa, bunlar getdi. Mahmud, mən 5-ə layiq yazmamışam və bu yalan danışırsa, yazmamışam deyir və yalan danışırsa, deməli bu yazıb. 5-ə layiq yazıb. Mahmud 5 olmalıdırsa, qaldı bu variant. Və son olaraq Zaurun dediyi cümlənin də bir də əksini götürək. Zaur deyir ki, bu dəfə mən 5-ə layiq yazmışam. Və bu yalan danışır. Yalan danışırsa, deməli Zaur 5-ə layiq yazmıyor. Həqiqətən də B variantında hər üçü uyğun gəlir. O zaman belə çıxır ki, bizim doğru cavabımız B-dir və bu şəxslərdən üçüncüsü düz danışır, digər ikisi səhv danışır. Belə bir kuba baxaq sizlə. Verilmiş kubun digər açılışı hansı ola bilər? Onu bizdən tapmağımızı istəyir. Belə suallarda birinci biz təbii ki, qarşı üz qaydalarını tətbiq eləməliyik. Amma A variantı və Y variantı normal vəziyyətdə olmadığı üçün birinci onları normal vəziyyətə gətirək, sonra tətbiq edək. A-nı normal vəziyyətə gətirmək üçün bu dairə kimi olan bu fiquru bura doğru 90 dərəcə aşırdacam. Gəlib burada belə düşəcək. Sadəcə bir dənə xətti burada əksinə düşəcək.
Belə yox, belə düşəcək bu formada. 90 dərəcə bunu aşırtdım ki, bu artıq elə bil ki, bizə normal bir kubu versin. Və təsəvvür edin ki, artıq bu burada yoxdur. Bəs Y variantında nə edəcək? Y variantında da eyni şey edəcək. Hansını aşırdaram orada? Yenə də dairəni bura 90 dərəcə aşırdıram. Yenə də bunun bura xətti belə yox, belə düşür. Su. İndi birinci növbədə biz burada baxmalıyıq təbii ki, paralel, yəni qarşı üzlərə. Birinci qarşı üz qaydasına baxaq. Məsələn, bu 5 dənə nöqtənin qarşı üzü nədir? Romb. Bu A variantında səhvdir. 5 nöqtə ilə rombu verməyiblər. Bu D variantında səhvdir. 5 nöqtə ilə başqa bir fiqur veriblər. C variantında səhvdir. Bundan bunu veriblər. 3 variant getdi. Qaldı B yoxsa E. Başqa qarşı üzlərdən bunlarda nəsə fərq varmı? Yox. Artıq B variantında və Y variantında hər ikisində qarşı üzlər düzgün verilib. Onda nəyə baxıram mən? Bu balaca fiqur altıbucaqlıya yaxın yerləşir, yoxsa uzaq? Diqqətlə baxsanız, bu balaca fiqur altıbucaqdan aralıdır. Ondan uzaqda yerləşir. Amma B variantında bunu bura 90 dərəcə aşırtsanız, bunu bura 90 dərəcə aşırtsanız, o balaca qara düz gələcək burada düşəcək buraya. Düz gəlib düşəcək o altıbucaqlının yanına. Altıbucaqlının yanına düşəcəksə, həmən variantda səhvdir. Cavabımız oldu Y variantı. Bir dənə mətn təhlili. Rəsm sərgisində əsərlər 6 ayrı salona yerləşdirilmişdir və salonlar arası keçid bir istiqamətlidir. Bir istiqamətli nə deməkdir? Birinci bunu başa düşək. Məsəl üçün, biz A salonundan B-yə gedə biliriksə, B-dən A-ya qayıda bilmirik. Yəni, istiqamət bir istiqamətdir. Elə bir ki, protiv qayıtmaq olmaz. Gəldi indi. Deyir ki, salona, bu sərgiyə bütün salonlardan giriş var, amma çıxış yalnız B və Y salonlarındandır. A salonundan yalnız F və S salonlarına keçid var. Deməli, A-dan F-ə və A-dan S-yə bir keçid var. F salonundan D salonuna bir keçid var. F salonundan D-yə. C salonundan isə yalnız B-yə bir keçid var. C-dən isə yalnız B-yə keçid var. D salonundan yalnız Y salonuna bir keçid var. D-dən yalnız Y-yə keçid var. Y salonundan isə həm B-yə, həm də S-yə. Y-dən isə həm B-yə, həm də Y-dən S-yə keçid var. Bunu verib. Və bizə bayaqlar nə demişdi? Çıxış, bu ikisindədir. Bura bir dənə nöqtə qoyuram. Yalnız biz buradan çıxa bilərik. Bir də yalnız buradan çıxışımız var. Sual. Sərgiyə F salonundan girən bir ziyarətçi üçün aşağıdakılardan hansı mütləq səhvdir? Baxın, F salonundan girən bir ziyarətçi üçün hansı yanlışdır? Cavab elə A variantıdır. A salonuna ziyarət edir. Çünki F-dən A-ya yol yoxdur axı. F-dən ancaq D-yə yol var. D-dən ancaq Y-yə yol var. Y-dən də B ilə C-yə. Ümumiyyətlə, A-dan ancaq çıxış var. A-ya giriş yoxdur. Heç bir ox A-nı göstərmir. Baxın, A-ya ümumiyyətlə heç bir salondan sən gedə bilməzsən. Ona görə də F salonundan girən bir ziyarətçi A-nı ziyarət edib yanlışdır. Cavab elə burada, bax budur. Bir də buna da baxaq. Bu tip suallarda biz nə edirdik? Bu 32 tiplərdə. Kimin yadındadır? Rəqəm qoyurdu tam müəllim. Birdən rəqəmi qoyub İstədilər hesablayır. rəqəmi qoyanda cavab həmişə düz alınır. Bəli, 1, 2, 3 məsəl üçün rəqəmləri qoy. K-nı, daha doğrusu 1 ilə 2-ni qoy. K-ya 1 qoy, elə məsəl üçün 2. Cavab düz alınacaq, 100%. İstənilən rəqəmi qoyanda düz alınır, bəli.
Məsələn, bu bizim renk suallarımızdır. Məsələn, bunun bu hissəsi nə rəngdədir? Ağ rəngdə, qara rəngdə. Bunun bu hissəsi nə rəngdədir? O da qara rəngdə. Qara ilə qara ikisi bizə nə verir? Ağ verir. Məsələn, yazıram ki, iki qara rəng üst-üstə düşəndə, məsələn, alınır ağ. Məsələn, bunun bu hissəsi ağ rəngdədir. Bunun bu hissəsi ağ rəngdədir. Ağla ağ bizə nə verir burada? Qara. Bəs biri ağ, biri qara olanda necə? Biri ağ, biri Anladım. qara olanda. Ona bir Ağ, dənə götürək. Məsələn, bunun ağ burası verir. ağ, Ağ olur müəllim. bunun burası qaradır. O da bizə nə verir? Ağ verir. Deməli, ağla qara olanda da ağ verir. Gələk tətbiq edək. Məsələn, bunun bu hissəsi ağdır, bunun bu hissəsi qaradır. Ağla qara bizə ağ verməlidir. Həmən hissə ağ olan variantlar qaldı deynənci. Bunun bu tərəfi qaradır, bunun bu tərəfi ağdır. Qara ilə ağ yenə bizə ağ verməlidir. Burada ağ olmalısa, cavab qaldı D variantı. Bunu bir dənə də yadımıza salaq. Deyir, şəkildə əkildikdən sonra bitkinin böyüməsi qrafiki göstərilmişdir. Qrafikə görə əkildikdən neçə il sonra bitkinin hündürlüyü 17 desimetr olacaq. Bax, diqqətlə nəyə baxırsınız? Bitkinin hündürlüyü 2-dən başlayıbsa, bu o deməkdir ki, bitki əkilən zaman onun 2 metr, yəni 2 desimetr hündürlüyü var imiş. 4 il zaman keçəndə onun hündürlüyü gəlib olub burada neçə? 8. Onda 4 il ərzində nə qədər artıb? 6. Buradan bu bura qədər 6 artıb. Tənasübü belə qururuz. 4 il ərzində bu 6 desimetr artırsa, sonra ardından necə yazaq? 17 desimetr artırmaq üçün. X-ə 17. X-ə 17 yox, 15. Hə, 2 santimetr var deyə onda. 2 desimetr özündə var axı. Bunun 17 olması üçün nə qədər böyüməsi lazımdır? 15. Tələbələr həmişə burada səhv edirlər, 17 yazırlar. Özündə 2 var. Ona görə də neçə ilə 15 böyüyər? Sənin tənasübün budur. Çarpaz vuranda 6x bərabərdir 60-a. Cavab 10 il. 10 ildən sonra bu bitki 15 desimetr böyüyəcək. Özündə də 2 olduğu üçün onun boyu 17 olacaq. Aşağıdakılardan hansı verilmiş kubun açılışı ola bilər? Hansı verilmiş kubun açılışı ola bilər? Mən birinci növbədə nəyə baxıram? Bizdə bu U hərfinin ağzı, yəni üstündə, ağız hissəsində hansı fiqur olmalıdır? Bucaqlı. Düzbucaqlı. Yəni bu normal elə baxışda da görünür ki, onun üstündə düzbucaqlı olmalıdır. Amma bir nömrəli şəkildə bu yanlışdır. Bir nömrəli şəkildə onun üstündə N veriblər. Bu nəyə tərəf baxır? N-ə tərəf. Bu getdi. 2 nömrəli normalda tələbələr, 2 nömrəli deyirəm, 5 nömrəlini tələbələr düz kimi götürürlər. Deyirlər ki, müəllim, onun üzərində düzbucaqlıdır, sağında da i var. Həqiqətən də onun üzərində düzbucaqlıdır, sağında da i var. Amma i-nin burada qalma Dəfdir vəziyyəti. müəllim. i burada məsəl üçün bizdə Əyridir. dik formada qalıb. Amma bu 5-də uzanmış formada verilib. Bəli, bu düzgün verilmədiyi üçün o səhvdir. 5 də getdi. Və burada yerdə qalan variantlarda bir dənə də səhv var. Bir dənə də səhv odur ki, bu belə deyək də, edimi, ədimi, nədimi, bunun üzərində haşın qalması düzgün deyil. Bax, eyni bura 90 dərəcə aşırdan da gəlib bura belə düşür. Belə. Bir dəfə 90 dərəcə aşırında baxın, görün haşın yanında necə qalır? Bunun baş hissəsində haş olmalı idi. Müəllim, o 90 dərəcə sola gedə-gedə aşırtdınız. Bəli, çünki aşağıda bir demişdik axı, aşağıda tərsinə aşırtmaydı. Tərsinə. Bəli. Buradan tutub çəkməyə lazım idi. Ona görə də bu bura aşanda əynin üzərində dik formada haş olmalıdır. Burada əyni tərsinə veriblər. O da yanlışdır. Cavabımız ikinci və üçüncülərdir.
Yazıb ki, bir-birindən fərqli ABC rəqəmləri üçün A bərabərdir B plus C şərtini ödəyirsə, ABC-nin ən böyük və ən kiçik qiymətlərini tapın. Özümüz tapırıq müəllim bunu. Deyə bilirsinizsə buyurun. Deyə bilərsiniz. Problem yoxdur. Deyim mən. De. Ən böyük deyirsə, deməli, ən birinci başdakı A hərfini ən böyük verməliyik. Bunu 9 versək, B ilə C-yə də 5 ilə 4 qoysaq, bu olar ən böyük. Niyə? Bəlkə başqa rəqəm qoyub daha böyüyünü ala bilər. Müəllim, mən Yəni Və yaxud da ki, mən 8-dən 1. Balı, bu düzdür. 972. Yox. Yox, 981 daha böyükdür axı. Siz düzdür. belə böyük ədəd axtaranda böyükləri qabağa qoyun, arxa özü düzələcək. Bura 9-u qoydunuzmu? Əla. Yanına ən böyük nə qoyarsan? 8. 8-in üzərinə nə gələndə 9 verir? 1. Deməli, bu ədədin maksimumu 981-dir. Minimum istəyirsinizsə, minimum 1 ilə başlada bilməzsən, hansı rəqəmlərin cəmi 1 vermiş? 3, 2, 1, 3, 0, 1. 3, 0, 3, 0, 1 nədir? 2, 1, 1. 3, 1, 2. 3, 2, 1. 2, 3, 3 ilə başlaya bilər. Yanına da 2, 1 yox ha. 1, 2. 1, 2 qoyaram. Çünki 21, 12 hansı balacadır? 12. Ən kiçiyi də bunu qoya bilərəm. Bunların cəmini istəyir mən. 1293. 93. Məsəl üçün burada biz Müəllim orada ən kiçiyə niyə 211 qoya bilmədik ki? Bir dənə zəhmət olmasa onu eyni deyə rəqəm bilərik. deyirdi olmasın. 211-də 1 ilə 1 eyni oldu axı. Hə, bildim mən. Çox sağ ol. 175-i K-ya böləndə 19 alınır və qalıq da L qalır. Biz burada K-nı L-i necə tapa bilərik? 19-u K-ya vurub üstünə el gəlməliyik də müəllim. Yox. Ramı 19-a böləydi. Nə eləyək? 175-i 19-a böləydi. Bu düz cavabdır. Çünki 175-i K-ya böləndə 19 alınırsa, 19-a da böləndə K alınacaq. Sənin burada işin sadəcə 175-i 19-a bölməkdir. Həm K-nı tapacaqsan, həm də qalıq. 175-i 19-a böləndə neçə dəfədən bölünür? Yeddi dəfə bölünür, yəni neçə? mən 9 dəfə düşür. 9 dəfə düşür, düz deyirsən. 9 dəfə tam bölünür, 9 dəfə. Və qalıq da səhv eləmirəmsə 4 qalmalıdır. Bəli, 4 qalır mən. İndi 9-dan 4-ü çıxanda nə verir? 5. A gəldi bura. 9-u 4-ə vuranda nə verir? 36. C də gəldi bura. İkincisində də eyni şey. 119-u 19-a bölürsən, bu 6 dəfə tam bölünür. 6 dəfə. Qalıq da qalır 5. 5 ilə 6-nı bir-birinə vuranda neçə edir? B də gəldi buna. Sonuncuda da 159-u 19-a bölürsən, bu 8 dəfə tam bölünür. Və burada qalıq da qalmalıdır 7. 7 qaldısa 8 ilə 7-nin cəmi həqiqətən də 15 verir və 8-i 7-yə vuranda 56 verir. Deməli 1 AC-dir, 2 B-dir, 3 D-dir. Birinci boru hovuzun 4də birini 3 saata, ikinci boru 3də birini 6 saata boşaldır. Birinci boru doldurur, ikincisi boşaldır. Sual: 2 boru işləsə hovuz neçə saata dolar? Belə suallarda siz birinci növbədə nə etməlisiniz? Birinci boru hovuzun 4də birini 3 saata doldurur. Tamamını versəydi neçə saata doldurur? İşimiz daha rahat olardı. Bu isə bizə deyir 4də birini. Onda sən birinci əl tapmalısan ki, birinci boru hələ hovuzu neçə saat doldurur? Hələ birinci onu tapmalısan. Onu da necə hesablayıram? Birinci boru 4də birini 3 saata doldurursa, 4də 4-ünü, yəni tamamını neçə saata doldurar? 12. 12. Buraya yazıram. Birinci boru 12 saata. Yadımızda qalsın.
İkinci boru üçün də eyni tənasübdən qururam. İkinci boru 3də birini 6 saata doldurursa, 3də 3-ünü neçə saata doldurar? 18. 18. Bu da tapıldı. Hə, indi bunu necə artıq tənliyini quracağam. Deməli, birinci boru əgər hovuzu 12 saata doldurursa, 1 saatda hovuzun 12-də 1 hissəsini doldurar. İkinci boru hovuzu 18 saata boşaldırsa, 1 saatda 18'də 1'ini boşaldır. Bunlar deyir, ikisi bir yerdə neçə saata doldurar? Zamanı bilmədiyimiz üçün ikisini bir yerdə nəyə vuranda, yəni neçə saat işləyəndə hovuz tam dolar. Burada işin tamamı vahidə bərabərdir. 1-ə bərabərdir. Ona görə də biz burada sonda bunu 1-ə bərabər edirik. Zamanı da bilmədiyimiz üçün x qoyuram. Ortaq məxrəc 36-dır. 12-yə böləndə 3, 18-ə böləndə 2, vurulsun x bərabərdir 1-ə. Yuxarıda 3-dən 2-yə çıxanda 1 edir. 1-i də x-ə vuranda x bölünsün 36 bərabərdir 1-ə. Və çarpaz formada vuranda x bərabərdir 36. Deməli, bu ikisi bir yerdə işləyəndə hovuz 36 saatı dolacaq. Müəllim, orada 12-də bir hissəni niyə tapdıq? Bir də 18-də bir hissəni. Bunların tamamını neçə saata doldurduğunu hesabladıq da bu aydan oldu. O aydındır müəllim, orada 12-də bir Məsələn, elədik. mən təsəvvür edək ki, bir dənə kitabı 5 gün oxuyuram. Bir gündə kitabın hansı hissəsini oxuyaram? 5də 1. Abi, işdə birini. Sən məsəl üçün bir işi 3 günə görürsən. Bir gündə hansı hissəsini görərsən? 3də 1-ni. Bu birinci Aydın. boruda 12 saata doldurursa 1 saata 12'də 1'ini doldurar. İkinci boru 18 saata boşaldırsa 1 saatte 18'də 1'ini boşaldır. Mesela 21-ci sualda bizə deyir ki, qiyməti ən aşağı olan meyvə hansıdır? Qiymətlərini və kilolarını verib. Onların ən ucuzunu necə hesablayarıq? Qiyməti kiloya bölərək deyək. Bölər işdə yəqin. Qiyməti kiloya bölərik. Əla. Bəli. Məsəl üçün, əgər mən 100 kilo ye meyvəsi, daha doğrusu 100 manatlıq ye meyvəsi almışamsa, onu 10 kilodursa, 100-ü böləndə 10-a, deməli bunun 1 kilosu 10 manata düşür. 4200-ü 1400-ə böləndə kilosu 3 manata düşür. 20.000-i 10.000-ə böləndə kilosu 2 manata düşür. 9600-ü 3200-ə böləndə kilosu 3 manata düşür. 4800-ü 800-ə bölündə kilosu 6 manata düşür. Deməli, bunların içərisində 2 manatlıq meyvə ən ucuzdur. O da S meyvəsidir. Ən ucuz olan meyvəni belə tapırsın. Hər bir rəqəmin hansı fiqurlara birləşdiyinə diqqətli formada baxaq. Məsələn, bu 6 rəqəmi var, bu aşağıdakı 6. 6 hansı ədədlərə birləşir? 4, 9, 4-ü 9-a vuranda neçə verir? 36, 6-nın kvadratı. 36 6-nın kvadratıdır. Düz cavabdır. Məsələn, bu 2 nəyə birləşir? 4 ilə 1-ə. 4-ü 1-ə vuranda edir 4 və bu 2-nin kvadratıdır. Onda biz burada 5-in kvadratını 25-ə almağımız üçün 5-i nəyə vuranda 25 alarıq? Elə 5-ə. Üç. Bizim burada elimizin yerində bir dənə 5 olsa, bura alınacaq. K-nı tapaq bəs. 3-ü 3-ə vuranda edir neçə? 9. 9 nəyin kvadratıdır? 3-ün. Deməli, K-mız da 3-ə bərabərdir. Bəs içəridə vəziyyət necədir? Orada əlaqə nədir? Məsəl üçün, bu 28 nəyə birləşir? Hansı rəqəmlərə birləşir? 5-dən 2-yə müəllim. Toplayır onları. Kvadratlarını toplayır da eləmə. Yox, kvadratlarını toplamır. Onların özünü toplayır. 5 ilə 2-ni toplayır neçə edir? 7. Vurub 4-ə. Demək. 4-ə vurur. Məsələn, burada 20 rəqəmi nəyə birləşir? Baxın. 3 ilə 2-yə. Toplayır, vurur 4-ə. Onda M nəyə birləşir? 5 ilə 5, 6-ya. Toplayacaqsan və vuracaqsan 4-ə. Bu da sənin 44 verəcək.
Məsəl üçün bu 15 nömrəli sualda maraqlı bir qayda var. Bax bu 13 yazıb burada. 13. Bu bu çubuğun birləşdiyi qarşı tərəfdəki iki rəqəmin cəmidir. Elə bil ki, bunun birləşdiyi çubuqdakı və bu çubuqdakı qarşı tərəfdəki iki rəqəmin cəmidir. 8 ilə 5. Məsələn, bura 12 yazmayıb. Bunun birləşdiyi qarşı tərəfdəki bu iki rəqəmin cəminə bax. Məsələn, məndən bu sual soruşmur. Sual Hı. tapmaq üçün bu çubuğun birləşdiyi qarşı tərəfdəki bu iki rəqəmi toplamalıyım. Bunların cəmi eləyəcək neçə? 17. İstənilən ədəd bu şərti ödəyir. Baxın, məsələn, bura 8 yazmayıb. 8 və qarşı tərəfdə bax, 2 dənə ədəd hansıdır? 1 ilə 7. Onların cəmidir. Yəqin ki, bu aydın olar sizə. Bu sual tipində nə edirdik? Bizə deyir ki, bu rəqəmləri cədvəlin xanalarında elə yerləşdirməlisən ki, hər sətir və hər sütun üzrə ədədlərin cəmi bərabər olsun. İçi çölü cəmləyirdikdə sonra sətrin sayını üstün sayına bölürük. İndi nəyə böləcəyik biz burada? 3-ə böləcək müəllim axırda. Amma burada məsəl üçün artıq fikir versəniz, bu 5, 8 və 4 rəqəmlərini burada bir dəfə də verib. 5, 8 və 4. Sən götürüb bunları da toplayarsan, bunları da toplayarsan, bölərsən üçə, o səhv olar ha. Niyə? Çünki normalda bizə bunlar bəzən verilmirdi. Məsəl üçün belə olurdu. Bu 4-ü vermirdi, 5-i vermirdi, 8-i vermirdi. Sadəcə bu rəqəmlər deyir 1, 7, 10, 11, 13, 16. Məsələn, bu rəqəmləri bura düz, bunları da içəridə verirdi. Elə bir yarısını içəridə verirdi, yarısını çöldə. Mən də onların hamısını toplayıb üçə bölürdüm. Amma burada içəridəkilərlə çöldəkilər artıq ortaqları çıxsa 2 dəfə sayma, yaxşımı? Bu 8-i bir dəfə zaten var da burada. 5 var, 4 var. Bunları sayma. Ona görə qısacası burada artıq sən sadəcə bunları toplayıb üçə bölməlisən. Bunları toplayanda ümumi neçə edir hamısı? Bir dənə hesablayaq. 75 edir səhv eləmirəmsə. Hamısı bir yerdə 75 edirsə, 75-i 3-ə böləndə deməli bu sətirdə 25 olmalıdır. Bu sətirdə 25 olmalıdır. Burada 25 olmalıdır. Sütun üzrə də bütün sütunlar 25 olmalıdır. İndi artıq o rəqəmlərdən 3 dənəsini istifadə edib 8-i istifadə eləmişik. 4-ü istifadə edib burada 5-i qoyub. Digərlərini biz yerləşdirməliyik. 5 ilə 4-ün arasına nə qoysaz 25 verir? 16. Bura getdi 16. Bu getdi. 16 və 8-in cəmi 24. 1 qoyarıq. Getdi 1. Sonra 25 almaq üçün 5-in yanına hansı ədədləri qoyarsınız? Bir də ehtimalınız var. 7, 13. 13-dən 7. 13 və 7. Başqa bəli ehtimalınız yoxdur. 13 və 7. Amma birdən 13-ü bura qoysanız, artıq sən gərək aşağıya belə olanda 4 qoyasan axı. Səndə də 4 ədədi yoxdur. Orada yoxdur. Ona görə sən burada 13-ü bura qoymalısan, 7-ni bura qoymalısan. 13 və 7. 13 ilə 7 gedəndə qalır 10-dan 11. Hansını ara qoyanda burada alınır 25 edir. 11-i bura qoyursan, Soğan. burada onu qoyursan. Bu sualda yadınızdadırsa, birinci və ikinci şəkildə ortaq olan xətlər silinir, fərqli olan xətlər isə sonda qeyd olunur. Həm 1-də, həm 2-də ortaq olan xətlər hansılardır? Məsələn, budur, budur, budur. Burada da var bu, bu, bu. Burada da var. Və bunlar silinir, yerdə qalanları birləşdirəndə bu alınır. İndi lap aşağıda hansı variantdır uşaqlar? L hərfləri gedəcək. L ilə L. Getdi. D variantı olur. Qalacaq burada D variantı. Deməli, baxaq. Nəyə? Bir dəqiqə.
Gəlin bir dənə buna da baxaq və sonra tamamlayaq. Bax, bu açıq testdir. Yəni bunlar bilirsiniz çətin olur, çünki açıq. Qapalı olanda variantla işləyirik. Amma açıq test olanda işimiz çətindir. Biz bir üç rəqəmli şifrə axtarırıq. Bax, bizə nə deyir? Hansı cümlədən? Bax, siz olsaydınız bu 5 dənə cümlənin hansından başlayardınız? 2 ilə 3-cü cümlə müəllim. Hansı? 3-cü cümlə. Burada 4 doğrudur. Mən olsaydım amma Mən 2-dən başlayardım. Axırıncıdan başlayardım. 7, O 9, bundan. 3-ü silərdim. Bəli, bu ən qəşəng cümlə bax budur. Burada bizə deyir ki, heç biri doğru deyil. Deməli bizim şifrəmizdə 7, 9 və 3 yoxdur. Bütün 7-ləri, 9-ları və 3-ləri çıxırsan. 7, 9, 3, 3. 9, 7, 3. Bunları çıxdırsın. Hə, bunları çıxandan sonra artıq burada 4 rəqəminin doğru olduğu tapıldı. Bax, buradakı 4-ün doğru olduğu tapıldı. Çünki burada dedi bir rəqəm doğrudur, amma yeri səhvdir. Deməli o 4-dür. Və 4-ün yeri hara deyil? Axır deyil. 4 sonda deyil. 4-ün Müəllim, yeri 1-dir. Bəli, burada da 4 var. Yenə də yazıb yeri səhvdir. Deməli, Bəli. 4-ün yeri ortada deyil. Onda bizim şifrəmiz elə nə ilə başlayır? 4 ilə başlayır. İndi burada artıq doğru olan rəqəmin 6 olduğu tapılır. Çünki bizə deyir ki, burada Bəli, 1-dir. rəqəm düzdür və yerindədir. O 1 ola bilməz. Çünki 1 olsaydı biz bir əvvələ qoyardıq. Lap əvvələ qoyardıq. O da olmaz artıq. Əvvəldə. Olmaz. 4 var. Ona görə də burada bizim doğru olan rəqəmimiz 6-dır və onun yeri sondur. Getdi bura. Və indi avtomatik olaraq burada biz bir dənə də burada gəldik bura. Bir rəqəm doğrudur, amma yeri səhvdir. Biz burada artıq bir rəqəminin 1 doğru ola bilməz. çıxırıq. Qulaq Hə, asaq. ən üstdəkinə Qulaq asaq, baxın, qulaq 2 asaq, rəqəm qulaq asaq, doğru, qulaq amma asaq. yerlər Uşaqlar, qulaq asaq. Bəlkə kiməsə aydın deyil. Mən izah edeyim, qoy başa düşsün də, beyni qarışmasın. Gəldik son olaraq bura. Burada biz artıq 6 ilə 4-ü doğru kimi götürdüksə, 1 avtomatik olaraq səhvdir. Onda burada da 1-i çıxıram. Qaldı 2, 5. Bir rəqəm doğrudur, amma yeri səhvdir. 2 olmaz. Niyə? Çünki 2 əgər götürsən, 2-ni elə bura, o öz yerinə qoyacaqsın. Amma bizə isə deyir ki, rəqəm doğru olsa da yeri səhvdir. Yeri fərqlidir. Ona görə də bu rəqəmimiz 5 rəqəmidir. Burada o sonda verilib, amma əslində onun yeri haradır? Ortadır. 3 rəqəmli şifrəmiz olacaq 456. Burada qayda necə idi? Görüm hələ xatırlayırsınızmı bunu? Mən Mənim 2 kvadratın figurdan ortaq olanları yazır da deyəsən. Yox. Mənim kvadratın içində 5 dənə fiqur olmalıdır. Bəli. Kəsişdiyi fiqurlarda da həmin o Bəli. 5 dənə 5 olmalıdır. bütün kvadratların içində eyni 5 dənə fiqur var. Bir dənə ulduz, bir dənə ağ dairə, bir dənə qara dairə, bir dənə üçbucaq, bir dənə kvadrat, bir dənə düzbucaqlı. Hərəsinin içində hər fiqurdan bir dənə olmalıdır. Məsələn, bunun içində hansından yoxdur? Qara ulduz. Qara ulduz burada yoxdur axı bunun içində. Bəli. Götürəcək qara ulduz. Bunu qoyandan sonra bəs bunun içində Dairə. ağ dairə. Bura qoyacaqsan ağ dairə. Bəs elə olanda bunun içində nə çatışmır? Yumru qara müəllim. Yumru qara. Cavabımız bu ardıcıllıqla götürürsünüz. Olur D variantı. Bunu bir də yerdən demədən həll eləyin. Amma yerdən deməyin. Cavabınızı yazın baxaq. A 5-dir, B 8-dir, C 6-dır, D də 3-dür. Sadəcə bizə qalır bunları hesablamaq. B ilə C-ni toplayanda bu bizə 14 verir. A ilə D-nin fərqi isə bizə 2 verir. Və böləndə ilk rəqəmimiz 7 alır. B ilə C-nin hasili bizə verir 48. A ilə D-nin cəmi isə bizə verir 8. Bu da böləndə 6 verir. Cavab olacaq C variantı. Bugün üçün hələlik